Kimyasal hamiləlik bütün hamiləlik əlamətlərini özündə saxlayan, lakin ultrasəs müayinəsi zamanı döl kisəsi görülməyən bir hamiləlikdir. Kimyasal hamiləlik bəzən aybaşı ilə birlikdə sonlandığı üçün bəzi qadınlar bunu hiss etməyə bilər. Kimyasal hamiləlik zamanı eynən normal hamilələrdəki kimi qanda beta-xorion qandotropin hormonunun artışı, həmçinin süd vəzlərində həssasiyyətin artışı, yorğunluq, ürəkbulanma bu kimi əlamətlərlə özünü göstərə bilər. Ultrasəs müayinəsində isə biz döl kisəsini izləmirik. Bunun səbəbləri müxtəlifdir. Əsasən genetik səbəblərə bağlanır. Lakin bəzi hallarda sağlıqlı olmayan yumurta hüceyrə ilə sperminin görüşməsindən də belə hamiləlik yarana bilər. Əziz qadınlar, əgər sizdə də hamiləliyin bütün əlamətlərini özünüzdə hiss edirsinizsə, testiniz pozitiv çıxırsa, ultrasəs müayinəsi zamanı döl kisəsi görülmürsə, deməli sizdə də kimyasal hamiləlik vardır. Əgər siz də bir dəfə kimyasal hamiləlik keçirmişsinizsə, növbəti hamiləliyinizdə daha diqqətli olmağınız və ginekoloqla görüşmədən növbəti hamiləliyinizi planlamanızı məsləhət görmürəm.